أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي Allahümme salli ala Muhammed ve al Muhammed ve acil faracuhum. Qolmuş şeytanın şərrindən Allaha sığınıram, Rəhman Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak şəhli beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Quran İlmləri dərsinin 2-ci saatında bugün 5 mart 2026-cı il 15 Ramazan İmam Həsən əleyhissalamın təvəllüd günüdür. Allah İmam Həsən xatirinə bizə bir hədiyyə ünvanda İmam Həsənin adına, şəninə layiq günahlarımızı bağışlasın və hamımıza imamlarımızın ziyarətini və şəfaətini qismət eləsin. Amin. Səhifə 206 biz oxumuşuq İslam alimlərinin nəzəri bu Quranın təhrifi barəsində. Dedi ki, məna cəhətdən təhrif var. Nuzul arıcılığı ilə yox, belə düzülüş, yəni indiki düzülüş baxımından təhrif var. Başqa mənada təhrif yoxdur. Yəni nuzul arıcılığının başqa mənası da, yəni hansısa orada kəlmə ləğv edilsin, dəyişilsin, yox. Sadəcə ayələr, surələr bir-birini önə və arxaya keçidir. Üçüncü məna, deməli azalma və artırma məsələsi, dedik ki, artırma qətiyyən olmayıb. Azalma haqqında isə bəzi sünni qardaşlarımızın və bəzi əxbari əzizlərimizin fikirləri var ki, bunlar əsaslanıblar deməli müəyyən rəvayətlərə. Bu rəvayətlərə əsasən deyirlər ki, bəs Quran-Kərimdə bu azalma olub. Təbii ki, onların fikrinə əsasən. Biz giriş ünvanı tanış olduq. Və gələ çatdıq, dedik ki, bir kitab var, bu Şiə kitabıdır, əxbari alimin yazdığı kitabıdır. Orada qeyd edir Quran-ı Kərimin azalması barəsində etiqadını və hədislərə əsaslanır. Və bunun da götürdüyü mənbə, dedik ki, kimdir? Seyyid Nemətullah Cəzairinin Əl-Ənvarul Nu'maniyyə kitabı. Şeyx Mirzə Nuri. Yəni, bunlar kitabı yazıblar, dünyalarını dəyişiblər, amma əslində bu odur ki, bizə bunu deyirlər ki, səhəm filan alimin bunu yazıb. Onun kitabı var, Fəslul Xitab. Xitab yəni ki, müraciətdir. Fəsl biz oxumuşuq arı mənasında. Yəni, qane edici, aşkar xitab mənasında. Həmişə çalışım, kitabların adıdır, sonra mövzumuza dair də bu. Məsələn, kitabın adı niyə belə qoyub? Mövzusuna dair kitab adını seçirlər. Məsələn, yazılan tarixdən bir nəfər müəllif kitab, daha onun adını əqaid dərsindən qoymur. Bir nəfər yazır fəlsəfədən kitab, onun adını daha gedib məsələn yazsın fəlsəfədən, o adını qoysun biologiya kitabından müəyyən bir dərsi adı uyğun gəlməz axı. Yəni, onun adına baxanda kitab nədən danışır, o anlaşılmalıdır. Mərhum Şeyx Mirzə Hüseyn Nuri 1324-cü ildə dünyasını dəyişib, böyük şiə alimidir, mühəddisdir, yəni hədis rəvayətləyəndir. Onun bir çox əsərləri var. Onların bir də Fəslul Xitab fi Təhrifi Kitabi Rabbil Ərbab. Bu kitabı yazıb. Bu əsəri 1292-ci ildə Nəcəf şəhərində qələmə almışdı və 1298-də çap olunub. Bu kitab nəşr edəndən sonra böyük şiə alimlərinin əksəriyyəti o nəzərinə qarşı çıxırlar. Ki, sən nə yazmısan? Və nəzərin yanlışlığını ortaya qoyan əsərlər yazırlar. Deyirlər ki, məsələn, fi rəddil, məsələn, Fəslul Xitab. Fəslul Xitab kitabının rəddiyyəsi. Ki, müəllif səhv yazıb, sübutlarla bir kitab yazırlar. Bu da normal bir şeydir. Yəni, ay bu alimdir, toxunulmazdır, yoxdur. Şəxsiyyətin işimiz yox, təhqir olmaz. Bir söz deyib, sən də ədəblə, ərkanla onun sözünün rəddiyyəsini ver, sübutlar ortaya qoy. Deyən sən düz demirsən, filan şey görə. Bu normal
Yəni normal ədəb çərçivəsində, elm, əxlaqa riayət etməlik çərçivəsində elm bəhslər də var və rəddiyə də var. Kitab yazmısan? Hə. İnsan buna cavab ver. Hacı Nuri öz kitabını müdafiə etmək və Şeyx Mahmud Tehranın Kəşfül İrtiyab ən Təhrifil Quran əsərinə cavab vermə məqsədi ilə fars dilində ayrıca bir kitab yazır. Burada qeyd edir, bu kitab yazıb, buna rəddiyələr verirlər. Bu da kitab istəyir ki, öz kitabını müdafiə eləsin, öz nəzərlərində bir kitab yazır və müdafiə etmək və Şeyx Mahmud Tehranın əsərinə cavab vermək. O Şeyx Mahmud Tehranın bunun kitabının əleyhinə bir kitab yazmışdı. Ona cavab vermək məqsədilə kitab yazır və deyir ki, mən razı deyiləm ki, kimsə bu kitabı mütaliə etmədən Fəsl-i Xitab əsərini oxusun. Hacı Nuri kitabını müdafiə etmək və Şeyx Məhəmməd Tehranın əsərinə cavab vermək məqsədilə, bəli, ki, deyir kitabı oxumaq lazım bütöv, sonra başlayın niyə? Tənqidə. Hacı Nurun şagirdi olan Əllamə Şeyx Ağbazar Tehrani, ki, məşhur alimlərdən deyir. Deyir ki, ustadımız Hacı Nuri ömrün sonlarına dedi ki, ölümün az qalmışdı. Deyir, mən kitabıma ad qoymaqda səhvə yol vermişəm. Bu yaxşı şeydir, ya, insanın səhvini desin. Ki, mən bu eləmişəm, hə, bu səhv eləmişəm. Belə etməli deyildim. Niyə bunu deyir? Çünki insan ölüm ayağındadır da. Bunu deməz, adam lovğalarla demir, ölür. Ümmət bundan sonra onun lənətlidir onun görünü. Hətta o tarixdə İmam Peyğəmbərin, sahabələrin dövründə möminlərin ki, məsələn, filan ki, sən səhv eləməsən, ölümə az qalıb, çıx etiraf elə, cəmaət bilsin haqqı nədir, batil nədir. Mən isə haqqımı halal eləyəcəm. Onlar mən kim, səhvimi deyim, ödərəm demərəm. Ölüb gedib cəhənnəmə. Çünki onun səhvinə görə millət dəqiqə bu günə qədər də səhv əqidə düşüblər.